Salam, xoş gördük, hörmətli izləyicilər. Saray qəsəbəsində Gəncə təndirindən dönən kimi 250 metr məsafədə şəxsi özləri üçün tikilmiş 3 sotun içərisində, torpaq sahəsi 3 sotun içərisində 2 mərtəbəli ev, 6 otaqlı ev 140 min manata satışa çıxarıldı. Evin də kupçası var, torpağın da kupçası var, kanalizasiyası mərkəzidir, qaz, su, işıq sayğacları var. Evin yeri də monolitdir, 1-2-nin ortası da monolitdir, pilləkən də monolitdəndir, evin krişanın altından da 20-nin 40-a kəmər fırladılır. Zəhmətimizə yaxınlaşın, bax bu həyətidir. Ümumi sahəsi 3 sotlu torpaq sahəsi, evin sağı, solu və arxasında ara məsafəsi var. Evdə indi hal-hazırda ev sahibi iş görə biz gəlmişik bunu çəkməyə, amma bütün var materialını alıb bu evi tam yekunlaşdırıb təhvil verəcək sizə. Dəmir raşotkaları, kombisi, nə bilim, nə deyim, bu içəri günü bir izah edəcəm sizə. Bax, bura girəcəyidir. Çox belə səliqəli, enli, böyük proyektdir. 11 neçənin? 11-in 9-a deyib. Yəni 11 metr evin enidir. Ona görə bax, ev belə enli görsən. Yəni girəcəkdə abısı pilləkən olan yerdə biraz dar olur. Görürsünüz, bax, kermogranitdir. Bütün istipoldur, düzdür? Pilləkən də görürsünüz, beton necə fırladır. Birbaşa birləşdirilib, 1-2 ilə mərtəbənin arasındakı monolitə. Qapılar qoyulacaq, aboylar qoyulacaq, bütün spotlar qoyulacaq evdə. Yəni bu işlər hamısı görüləcək. Hamısı bu qiymətə daxildir. Qiymətindən də endirim olunacaq. 6 otaqlara baxaq. Görək necədir 6 otaq. Məsələn, bu qonaq otağıdır. Bu neçədir zal? Hə, 8-in 3-8-də zaldır. Zəminimiz arxadan çəkin. Bax, qapılarını görürsünüz. Salafanın içində bunlar da hamısı qoyulacaq. Aboylar vurulacaq, plintus vurulacaq, bütün bu qalan işlər hamısı görüləcək. 11-in 3-8-də tək qonaq otağıdır. Davam edirik mətbəxlə. Gəlin mətbəxə. Bütün yer kermogranitli istipoldur. Bir dənə qoy bunu da korrektorini göstərin. Bax, istipolun zəmətimizi göstərin. Bax, bütün otaqlar 8 dənə də. 8 dənə burada, 8 dənə yuxarıdadır. Həqiqətən super tikilişi, keyfiyyətli tikilmiş bir evdir. Gəlin mütləq bu evə baxın. Bu da mətbəxidir. Mətbəxidir. Bax, indi ustad ev yiyəsi öz şəxsi evlərdə yaşaya-yaşaya müvəqqəti şərait yaradılar özlərinə, təmir olunub, yekunlaşan kimi bu ev satılacaq. Siz də elə bu vəziyyətdə gəlin baxın. Aboy seçimini eləyə bilərsiniz özünüz. Tutalım, qırmızı istəmirəm, bu ağ istəyirəm falara. Qapılar ücə alınıb, materialın çoxu alınıb. Qonaq otağı, mətbəx, bir dənə də burada əlavə yataq otağı var. Buna da baxın. Bax, bir yataq otağı da buradadır. 6 otaqlı evdir. 4 dənə də yataq otağı yuxarıdadır. Bax, ara məsafə, görürsünüz, hasarla ara məsafəsi kifayət qədər var. Dəmir raşotkalarına qədər vurulub. Sonra, burada birinci mərtəbənin sanitar qovşağını göstərək. Bax, bu birinci mərtəbənin hamam tualetidir. İstipoldur, moydadırıdır, unitazıdır, hər bir şey hazır vəziyyətdədir. Bax, belə. İndi buradan pilləkənlərlə, beton pilləkənlərlə qalxırıq ikinci mərtəbəyə. Armaturar neçəlikdir? 14-lü armaturar, düz. Hər tərəfi 14-lü armatudur. Bax, görürsünüz, birbaşa buradan əlaqələnib 1-2-nin ortasına tökülmüş monolitlər, pilləkən. Yəni, pilləkəndə tərpənmək, səs eləmək yoxdur. Qalxırıq ikinci mərtəbəyə. İkinci mərtəbənin yeri laminatdır. Amma burada istipoldur da, düzdür? Yeri laminatdır, ancaq istipoldur. Burada nələr var? Bir otaq buradadır. Bunu zəhmətimizə göstərək. Ən böyük yataq otağı. 4 dənə yataq otağı yuxarıdadır. Bax, bu bir. Sonra, bu ikinci yataq otağını göstərək tez-tez. Bir də bunu göstərək, zəhmətimizə göstərək. Bax, bu bir ikinci yataq otağı. Bu üçüncü yataq otağı. Birinci bunu göstərək. Bu üçüncü yataq otağı. Bu dördüncü yataq otağı. Laminatın üstündən gəzirsən, ümumiyyətlə tərpənmək yoxdur. Çünki tökmə monolit betondur. Ümumilikdə 6 otaq. 4 yataq otağı yuxarıdadır, 2 otaq aşağıdadır. İkinci mərtəbənin sanitar qovşağı da bax belədir. Görürsünüz, burada da yekunlaşmaq üzrədir işləri. Görürsünüz, patolog qocadır, hamısı qəşəng, səliqə səhmanlandı. Bir dənə də balkonu buradan çəkək. Bu bayaq həyətdən çəkəndə gördüyünüz balkon, bax buradan da görün, bir dənə zəhmətimizə göstərin. Bax, bu da burada, ikinci mərtəbənin balkonudur. Bax, belə. Deməli, bir də izah edirəm. Saray qəsəbəsində Gəncə təndirindən dönəndən sonra 250-300 metr lap məsafədə 3 sot torpağın içərisində 100 yuxarıda, 100 aşağıda 200 kvadratlıq evdir. 11-in 9-a. Ev 2 mərtəbəli evdir. Yeri də monolitdir, 1-2-nin ortası da monolitdir, pilləkən də monolitdir. Üstündən də 20-nin 40-a kəmər fırladılıb. Qoşa daş kubiklə tikilib, ara kəsmələrinə qədər kubikdir. Bax, buradan görsənir. Ümumiyyətlə kərpic bu evdə istifadə olunmayıb.
yüksək keyfiyyətlə tikilib, super də keyfiyyətlə tamamlanacaq. İndi siz gələndə inşallah tamamlanacaq. Bütün materiallar, qapıları da göstərdim, gördünüz. 140 min manata satışa çıxarılıb, endirim olunacaq, qiymətindən narahat olmayın. Mütləq gəlin bu evə baxın, həm gedişatla tanış olun, işi necə aparırsa, ev yiyəsi özü. Birbaşa evi yiyəsidir, həm də burada yaşayırlar. Həm də danışın qiyməti, deyilən buna gücüm çatmır, biraz nə indirim elə bilərsiniz, nədir, nədir? Yəni rahat adamdır, özü ilə danışın, qiymətlər razılaşa bilərsiniz. Necə? Təmirindən şəxsi, tikintisi hamısını özü eləyib. Gələndə inşallah hamısını sizə danışacaq. İndi özü deyir, mən də deyirəm. 140 mindən endirim olunacaq. Paket kupçalı evdir. Sağ olun.